Hər şey yenidən sorğulanır. İnsan düşüncəsi artıq elmi mərhələyə çatıb. İnsan zaman keçdikcə daha ağıllı, daha yaxşı və daha inkişaf etmiş olur. Xalqlar və hökumətlər tarixdən heç vaxt heç nə öyrənmirlər. Artıq mərkəzdə tanrı yox, insan ağlı var. Bu dövrdə miflər tarixdən ayrılır. İnsanın hazır bir təbiəti yoxdur. O sadəcə etdiklərinin cəmidir. Tarix dediyimiz şey olub bitmiş bir hekayə, gəlib keçmiş bir zaman dilimidir, yoxsa biz hələ də onun içində yaşayırıq? Bu gün tarixlə bağlı bu kimi sualların ardınca gedəcəyik. Bu gün tarix deyəndə iki fərqli mənadan danışa bilərik. Birinci mənada tarix baş vermiş hadisənin özünü, yəni onun gerçəkliğini ifadə edir. İkinci mənada isə bu hadisələrin araşdırılması, dərk edilməsi və nəql olunması başa düşülür. Yəni burada ikinci mənada tarix elmi nəzərdə tutulur. Michael Oakeshott isə bu ayrımı daha da dərinləşdirir və bizə deyir ki, tarixçi olmadan bir tarixin müstəqil varlığından söhbət gedə bilməz. Yəni ona görə tarix, birinci mənada bəhs elədiyimiz gerçəkliyin özü olan tarix, yalnız yazıldığı və şərh edildiyi təqdirdə mövcuddur. Bəs tarix deyəndə hamı eyni şeyi anlayır? Əlbəttə ki, yox. Tarixin nə olduğunu əslində ona necə yanaşdığımız təyin edir. Məsələn, Collingwood tarixi düşüncənin tarixi kimi səciyyələndirir və tarixi keçmişdə mövcud olmuş düşüncənin tarixçinin beynində yenidən canlandırılması olaraq izah edir. Weiss də eynilə tarixin mahiyyətində ideyaların dayandığını vurğulayır. Vico Qərbdə tarix fəlsəfəsinin qurucularından biri hesab olunur. Ona görə tarix insanın və onun qurduğu bütün qurumların fəaliyyətlərindən ibarətdir. Günümüzdə ən çox bilinən və tarixçilər tərəfindən ən çox qəbul edilən tarix izahını isə Edward Carr verir. Carr deyir ki, tarix tarixçi ilə faktlar arasında fasiləsiz qarşılıqlı təsir və keçmişlə bu gün arasında bitməyən bir dialoqdur. Burxard isə tarixi bir dövrün başqa bir dövrdə əhəmiyyətli saydığı hadisələrin qeydi kimi izah edir. David Hume insan təbiətinin anlaşılması üçün əsas vasitələrdən biri kimi dəyərləndirir. Karl Marx tarixi əməyin inkişaf tarixi kimi səciyyələndirir və onun əsasını insan fəaliyyəti praksisində görür. Əslində tarixə baxışın sosial, siyasi, iqtisadi və başqa bir çox növü var. Bütün bu yanaşmalar bizə göstərir ki, tarix əslində təkqatlı və sadə bir anlayış deyil. O, hadisə ilə düşüncə, yaddaş ilə şərh, keçmiş ilə bu gün arasında qurulan çoxqatlı və mürəkkəb münasibətlər sistemidir. Bəs tarix bizə nə verir? Tarixin ən əsas funksiyalarından biri insanın öz həyat yolunu və nə olduğunu anlamasını təmin etməkdir. Collingwood-a görə insanın nə olduğunu anlamasının yeganə yolu onun nə etdiyini, yəni keçmişini bilməsidir. İnsan tarix sayəsində yaşadığı dövrün təsirinə kör-körənə tabe olmaqdan qurtulur. Yəni daha sadə dillə desək, dünyanın fərqli yerlərində çeşidli fəaliyyətlərlə məşğul olan və fərqli həyatlar yaşayan insanlardan xəbərdar olan şəxs bu gün tabe olmaq məcburiyyətində qaldığı şərtlərə kör-körənə tabe olmur, bunlara qarşı mübarizə apara bilir, tənqid edir və daha yaxşı versiya üçün çalışır. Tarixin bizə qazandırdığı bir digər şey bugünü anlamaq və gələcəyə işıq tutmaq ola bilər. Çünki tarixi hadisələrdə, yəni tarixin özündə bir determinizm mövcuddur. Tarixdə bütün hadisələr və bütün şərtlər bir-birinə təsir edərək yaranır, inkişaf edir. Yəni bugün keçmiş üzərində qurulub. Buna görə də keçmişi görməzdən gəldiyimiz zaman bugünü anlaya bilmərik. Amma bu əlaqəni qura bildiyimizdə gələcəklə bağlı fikir sahibi olmaq, gələcəklə bağlı proqnozlar verə bilmək daha da asanlaşır. Bəzi yanaşmalara görə tarixdəki qanunauyğunluqları müəyyən edə bilsək, gələcəklə bağlı proqnozları rahat şəkildə verə bilərik. Ancaq bir çox filosof və tarixçi hesab edir ki, tarix riyazi dəqiqliklə proqnozlar vermir. Sadəcə təcrübə vasitəsilə daha rasional qərarlar qəbul etməyimizə kömək edir. Tarix eyni zamanda bir xalqa milli kimlik verir və onun milli şüurunu canlandırır. Digər yandan insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri olan ənənə və yığılan təcrübə tarix vasitəsilə nəsildən nəsil ötürülür. Bu sayədə insanlıq hər dəfə sıfırdan başlamaq məcburiyyətində qalmır. Yəni sıfırdan təkərin kəşfinə ehtiyac qalmır. Başqa bir yanaşmaya görə isə tarix rəhbərlərə, dövlət xadimlərinə və xalqlara səhvlərindən dərs çıxarmaq və mənəvi dəyərlər aşılamaq imkanı verir. Hegel isə bu məsələdə biraz pessimistdir.
Onun fikrincə, tarixi təcrübənin öyrətdiyi yeganə şey odur ki, xalqlar və hökumətlər tarixdən heç vaxt heç nə öyrənmirlər. Çünki hər dövr özünə məxsus şəraitə malikdir. İnsanlıq tarixi əslində bir yerdə insan təbiətinin zaman içində inkişafından ibarətdir. Qasset isə bunu daha kəskin bir dillə bu şəkildə deyir: İnsanın hazır bir təbiəti yoxdur. O sadəcə etdiklərinin cəmidir. Tarix eyni zamanda dövlətlərə bugünkü fəaliyyətlərini əsaslandırmaqda və siyasi layihələrə isnad yaratmaq üçün istifadə olunur. Günümüzdə buna çox şahid oluruq. Tarixin bizə nə verdiyi sualına çox uzun cavablar verilə bilər, verilən cavablar müzakirə edilə bilər, amma bu sadaladıqlarım belə bizi tarix oxumağa vadar eləyə bilər. Əslində tarix dediyimiz şey insanın keçmişi anlama cəhdinin min illər boyunca dəyişən formasıdır. Yəni biz sadəcə keçmişi yox, keçmişə necə baxdığımızı da danışırıq. Bu proses isə birdən-birə yox, mərhələ-mərhələ formalaşıb. İlk dayanacağımız antik dövr. Bu mərhələdə hamımızın tarixin atası kimi tanıdığı Herodot meydana çıxır. Bu dövrdə miflər tarixdən ayrılır. Herodot insanı mərkəzə qoyması və hadisələri müəyyən bir nizam və kompozisiya daxilində təqdim etməsi ilə fərqlənir. O hadisələri sadəcə ard-arda düzmür, onları izah eləməyə çalışır. Bununla belə Herodotun əsərlərində tənqidi yanaşma tam olaraq hələ də formalaşmayıb. Antik dövrdə öyrədici, başqa sözlə praqmatik tarixşünaslıq ön plandadır. Bu növ tarixşünaslıq keçmişdən dərs çıxarmaq, gələcək üçün düzgün yol seçmək və oxucuda əxlaqi dəyərlər formalaşdırmağı güdür. Və bunu edərkən də daha çox tarixdəki böyük şəxsiyyətlərə önəm verilir. Hadisələr arasındakı səbəb-nəticə əlaqəsini tapmaq önəmli sayılır. Amma bütün bunları edərkən tarixdəki böyük şəxsiyyətlərə daha çox yer verilir və bəzən onlar ideallaşdırılır. Bu yanaşmanın ən zəif tərəfi də daha çox uğurlar və qələbələr ön plana çıxarılır. Uğursuzluqlar isə çox vaxt diqqətdən kənar qalır. Bu dövrün əsas xarakterik xüsusiyyəti tarixçilər artıq tanrılardan yox, insanlardan danışmağa başlayırlar. Amma yenə də tarix bu dövrdə bir elm deyil. Daha çox hekayə, müşahidə, təsvir, gördüklərini yazma üzərinə qurulmuş bir sistemdir. Eyni zamanda bu dövrün tarixə bir ümumi baxış bucağı da var. Hamımızın ən az bir dəfə eşitdiyi tarix təkərrürdən ibarətdir fikri. Bu baxışa görə tarix müəyyən mərhələlərdən keçərək hər zaman ən başa qayıdır və ya özünü təkrarlayır. Biz buna dövri tarix anlayışı deyirik. Əslində bunun əsasında təbiətdəki nizamın, məsələn, səma cisimlərinin hərəkəti, fəsillərin təkrarlanması kimi hadisələrin sosial həyata proyeksiya edilməsi dayanır. Bu baxışın sadəcə antik dövrdə deyil, daha sonraki dövrlərdə də nümayəndələrini görürük. Məsələn, Vico da belə düşünürdü. Vico sivilizasiyaların tanrılar, qəhrəmanlar və insanlar dövrlərindən keçərək ağıl barbarlığına düşdükdən sonra yenidən başlanğıca qayıtdığını müdafiə edirdi. Eynilə Toynbee də sivilizasiyaları bütöv bir sistem kimi qəbul eləyir, yaradıcı azlığın dinamizmini itirməsi və kütlələrin təqlidə keçməsi ilə birlikdə bir sivilizasiyanın tənəzzülə uğradığını qeyd eləyirdi. İkinci addımımız orta əsrlər. Orta əsrlərdə artıq din ortaya çıxır və tarixə tamamilə başqa baxış bucağı gətirir. Bu dövrdə artıq tarixə özünü təkrarlayan bir döngü kimi yox, başlanğıcı və sonu var olan bir düz xətt kimi baxılır. Bu fikri sistemləşdirənlərdən biri də Avqustin idi. Onun düşüncəsində tarix Tanrının planına uyğun şəkildə irəliləyir və təsadüfi deyil, məqsədlidir. Üçüncü addımımız yeni dövr və aydınlanma. Rönesans. Burada tarix biraz da dəyişir. Artıq mərkəzdə tanrı yox, insan ağlı var. Avropadakı sənin hakimiyyəti zəifləməyə başlayır, elm və ağıl ön plana çıxır. İnsan artıq dünyanı dini izahlarla yox, rasional düşüncə ilə anlamağa çalışır. Əlbəttə ki, bu böyük dəyişikliklər tarixə baxışı da dəyişdirir. Məsələn, Voltaire deyir ki, tarixə tənqidi yanaşmaq lazımdır. Bu dövrdə artıq tarix fəlsəfəsi anlayışı yaranır. Və bu dövrdə tarix fəlsəfəsinin ən önəmli ideyalarından biri isə irəliləyişidir. Yəni bu baxışa görə
İnsan zaman keçdikcə daha ağıllı, daha yaxşı və daha inkişaf etmiş olur. Dördüncü addımımız 19-cu əsr. Burada artıq tarix elm olmaq istəyir. Bu dövrdə tarixçilər deyirlər ki, artıq fərziyyələr yox, sənədlər danışmalıdır. Ranke və Alman tarix məktəbi tarixi sənədlərə əsaslanaraq yazmağı təklif eləyir. Yəni burada məqsəd tarixi olduğu kimi göstərməkdir. Bu dövrdə elmə olan inam zirvəyə çatır. Comte pozitivizmi irəli sürür. O deyir ki, insan düşüncəsi artıq elmi mərhələyə çatıb. Bəs bu nə deməkdir? İnsan düşüncəsi 3 mərhələdən keçir. Teoloji mərhələ. Burada hər şeyi Tanrı ilə izah eləyirik. İkinci, metafizik mərhələ. Burada hər şeyi abstrakt güclərlə izah eləyirik. Və üçüncü mərhələ, pozitiv mərhələ və yaxud da elmi mərhələ. Burada isə dünyanı yalnız fakt və elmlə izah eləyirik. Bəs bu pozitivizm elmə necə təsir elədi? Dövrün tələbləri bu şəkildə formalaşdı. Tarix bir hekayə deyil, elm olmalıdır. Tarixçi emosiyalarla yox, sənədlərlə işləməlidir. Niyə belə oldu sualını yox, nə oldu sualını verməlidir. Amma bu dövrdə təkcə bu nəzəriyyə deyil, başqa bir çox nəzəriyyə də meydana çıxdı. Friedrich Hegel, Karl Marx məhz bu dönəmin məhsulları idi. Və son addımımız 20-ci əsr. Hər şey yenidən sorğulanır. Məhz 20-ci əsrdə tarix fəlsəfəsinin sualları dəyişdi. Yəni artıq tarix nə baş verdi sualını deyil, tarix obyektiv ola bilərmi? Tarixçi keçmişi nə dərəcədə formalaşdıra bilər? Tarix bir elmdirmi? Tarixi qanunuyğunluqlar və ya tarixin bir qanunu həqiqətən varmı? Kimi suallar meydana gəldi. Yəni tarixin inkişaf tarixini dəyərləndirsək görürük ki, tarix əvvəlcə sadəcə gördüklərimizi danışmaq, sonra ilahi planın bir hissəsi, daha sonra isə insanın irəliləyiş hekayəsini və ən sonunda isə insanın özünü anlama vasitəsinə çevrildi. Yəni əslində tarix dəyişmədi. Bizim tarixə yanaşmamız dəyişdi. Bir tarixçi necə araşdırma edir? Tarixçi həqiqətən obyektiv ola bilərmi? Ya da bizim oxuduğumuz tarix gerçəkdən nə qədər uzaqdır? Sadəcə biz yox, tarix fəlsəfəsi də bu sualların cavabını axtarır. Əgər burada tarixdən söhbət gedirsə, bizə mütləq bir yer və bir zaman lazımdır. Ən önəmli məsələlərdən biri səbəb-nəticə əlaqəsini qura bilməkdir. Tarixçi əvvəlcə araşdırdığı mövzu ilə bağlı qaynaqları tapır. O dövr haqqında bizə məlumat verən hər şey bir tarixçinin qaynağı ola bilər. Daha sonraki mərhələdə bu qaynaqları təsnif edir, yəni sistemləşdirir. Tarixçi bu təsnifatı çox vaxt öz stilinə uyğun edir. Amma əsasən birinci dərəcəli qaynaqlar və ikinci dərəcəli qaynaqlar deyə sistemləşdirilir. Qaynaqlardan ən dəyərlisi tədqiqatın mövzusu olan hadisənin baş verdiyi zamanın məhsulu olan qaynaqlardır. Yəni o zamanın içərisində yaradılmış və yaxud da yazılmış qaynaq daha dəyərli hesab olunur. Üçüncü mərhələdə tarixçi bu qaynaqlardakı məlumatları oxuyur və onları təhlil edir. Dördüncü mərhələ tənqid mərhələsidir. Bu mərhələdə bu qaynağın həqiqətən də həmin dövrdən qalıb qalmadığını aydınlaşdırmağa çalışır və ya içərisindəki məlumatın nə dərəcədə doğru olub-olmadığına qənaət gətirməyə çalışır. Bunları edərkən yenə eyni dönəm və eyni mövzuya aid başqa qaynaqlarla müqayisələr aparır, bir-birini təksif və ya təsdiq edən məlumatları araşdıraraq analiz edir. Tədqiqatın son mərhələsi isə sintez mərhələsidir. Bu mərhələdə doğru və ya etibarlı görülən mənbələr bir araya gətirilir və yekun tədqiqat ortaya çıxır. Bütün bu mərhələlərin doğru şəkildə idarə edilməsi məhz tarixçinin özündən asılıdır. Yəni gördüyümüz kimi tarixçi əslində bütün bu mərhələləri doğru şəkildə yerinə yetirdikdə biz həqiqi bilgiyə kifayət qədər yaxınlaşmış oluruq. Çoxumuzun düşündüyü kimi keçmişdən qalmış bir sənəd əsasında həqiqət ortaya çıxarılmır. Bəs bir tarixçi həqiqətən obyektiv ola bilərmi? Edward Carr'a görə bir tarixçi saysız-hesabsız faktlar arasından yalnız öz mənfəətinə uyğun olanını seçir. Yəni Carr deyir ki, faktlar əslində öz-özünə danışmır. O faktları danışdıran, yəni o sənədləri, o qaynaqları danışdıran tarixçinin özüdür. Tarixçi hadisələri öz beynindəki iyerarxiya əsasında düzür və hansı səbəblərin ya da hansı nəticələrin yekunda əldə ediləcəyinə qərar verir. Yəni bir tarixçinin obyektivliyi haqqında danışırıqsa, mütləq bunları nəzərə almalıyıq.
Tarixçi keçmişi heç vaxt neytral bir boşluqda yazmır. O həmişə bugünkü baxışı ilə keçmişə yanaşır. İstifadə olunan anlayışlar, demokratiya, inqilab, azadlıq mütləq şəkildə bugünkü məna yüklərini daşıyır. Tarixçi hadisələri seçərkən və əhəmiyyət sırasına görə düzərkən öz dəyər mexanizmindən qaça bilmir. Elə Max Weber, Colin Gooda görə də tarixçinin obyektivliyi tam qərəzsizlik deyil. Öz qərəzlərini dərk etmək və onları elmi metodlarla nəzarətdə saxlamaqdır. Bütün bu məlumatlar bizi tarixçinin obyektivliyi məsələsinə şübhə ilə yanaşmağa vadar eləsə də, bunu unutmamaq lazımdır ki, bu gerçəkdən tam qopuş deyil. Bir tarixçi qərəzli yanaşmadan elmi metodları istifadə edərək maksimum şəkildə qaça bilər və bu bizi gerçəyə maksimum şəkildə yaxınlaşdıra bilər. Bir tarix oxuyucusu oxuduğu məlumata tənqidi yanaşaraq, onun doğruluğunu sorğulayaraq da bu prosesə kifayət qədər qatqı verə bilər. Gedim yatım.